ABC üçbucağında BD tənböləndir, AY mediandır və BD perpendikulyardır AY-yə. Deyil, ispat elə ki, BC tərəfi AB tərəfinin 2 qatıdır. İspat üçün necə eləmək lazımdır? Mən sizə çalışacağım qısa lakonik yazım ki, axı orada da siz cavab kartına uzun uzadı yazmağa nə imkanınız, nə də yeriniz olmur. O yüzden, deməli, necə yanaşsan yaxşı olar? Deyirsən ki, məsələn, buranı bir O ilə işarə etsək, BO bu zaman həm hündürlük, həm də tənbölən olduğu üçün onda üçbucaq AB'yi bərabər yanlı üçbucaqdır. Demək ki, AB bərabərdir nəyə? BY-yə. Bu bir. Davam edirik. Sonra deyirsən ki, AY median olduğundan, uşaqlar, baxın, AY median olduğundan, belə çıxır ki, AY median olduğundan, belə çıxır ki, BY bərabərdir nəyə? YS-yə. Onda BS'ni tapanda, bax buradan yazıram. BS'ni tapanda BY üstəgəl YS dolayısıyla bunlar da bir-birinə bərabərcə 2 dənə BY demək deyil. Bəli. Bəs biz də burada yazdıq ki, BY bərabərdir AB-yə. Buradan da bərabər qoyub 2 dənə AB yaza bilərsiniz. Görürsünüz ki, çox sadə bir isbatı var. Yəni bu cür sadə yanaşmalardan qaçınmayın. Həm isbatın mexanizmini biləcəksiniz, həm də bir sualınızı itirməyəcəksiniz.